Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Bu videoda 22 iyun tarixi üçün Azərbaycanın bölgələri üzrə gözlənilən hava şəraiti haqqında ətraflı məlumat təqdim edəcəyik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava əsasən sabit və əlverişli olacaq. Bir çox bölgələrdə yağmursuz hava şəraiti müşahidə ediləcək. Bununla yanaşı bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli yağış ehtimalı da istisna edilmir. Gəncə Qazax bölgəsində hava əsasən açıq və günəşli olacaq. Gün ərzində mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında nisbətən sərin, gündüz isə isti keçəcək. Açıq hava şəraiti kənd təsərrüfatı işləri və açıq havada fəaliyyət göstərənlər üçün əlverişli olacaq. Qarabağa və Şərqi Zəngəzur, iqtisadi rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Lakin yüksək dağlıq ərazilərdə günün ikinci yarısında qısa müddətli yağış, şimşək və bəzi yerlərdə dolu ehtimalı mövcuddur. Səhər və gecə saatlarında duman müşahidə oluna bilər. Keki-Zaqatala bölgəsində hava ümumilikdə sabit olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında günəşli hava üstünlük təşkil edəcək. Dağlıq hissələrdə buludluluğun artması mümkündür. Səhər saatlarında bəzi ərazilərdə duman müşahidə oluna bilər. Mərkəzi Aran rayonlarında, o cümlədə Mingəçevir, Yevlax, Bərdə, Ağdaş, Kürdəmir, İmişli, Ağacabədi, Beyləqan, Sabirabad və Saatlı istiqamətlərində hava əsasən yağmursuz keçəcək. Gün ərzində temperaturun yüksələcəyi və isti hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Lənkəran, Astara bölgəsində də ümumilikdə əlverişli hava şəraiti müşahidə olunacaq. Masallı, Lənkəran, Lerik, Yardımlı və Astara rayonlarında gün ərzində dəyişkən buludlu hava gözlənilir. Yağıntı ehtimalı aşağı qiymətləndirilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən günəşli olacaq. Gün ərzində isti hava şəraiti hökm sürəcək. Açıq hava şəraiti səbəbindən günorta saatlarında günəş şüalarından qorunmaq tövsiyə olunur. Ümumilikdə 22 iyun tarixində Azərbaycanın əksər bölgələrində əlverişli və yay mövsümünə uyğun hava şəraiti gözlənilir. Dağlıq ərazilərdə yaşayan və ya həmin istiqamətlərə səfər etməyi planlaşdıran vətəndaşların lokal yağış və şimşək ehtimalını nəzərə almaları tövsiyə olunur.